Yeni evlənən cütlükləri, həmçinin uzun müddət ailəli olan cütlükləri təbii ki, ən birinci maraqlandıran suallardan biri spermanın faizi və hamiləliyin olmasıdır. Əziz dostlar, siz biləsiniz ki, ümumiyyətlə dünyada sonsuzluğun 30%-nin səbəbi kişi problemlərinin üzündən olur. Yəni, kişilərdə yaranmış spermanın keyfiyyətinin aşağı düşməsi sonsuzluq yaradır. Həmçinin sonsuzluğun 33%-i, digər 33%-i qadınlarla əlaqədardır. Qalan 33% isə bilinməyən səbəblər və ya hər iki cütlüyün problemidir. Ona görə də birinci olaraq evlilikdən sonra və ya əgər hamiləlik planlaşdırılırsa, bir cütlük o zaman birinci olaraq kişi androloqa və ya öz həkiminə müraciət eləməlidir ki, onun sperma faizi yoxlanılsın. Kişinin sperma faizi müxtəlif faktorlardan asılıdır və müxtəlif səbəblər kişinin spermasında olan spermatozoid hüceyrələrin miqdarını aşağı sala bilər. Bu səbəblər müxtəlifdir. İndi biz bu səbəbləri sizə aydınlaşdıracağıq. Birinci səbəb kişi cinsi sistemində gedən və ya getmiş iltihabı prosesdir. Xayaların iltihabı, xayalarda yaranmış hər hansı iltihabı dəyişikliklər, prostat vəzdə olan iltihab, vaxtı ilə keçirilmiş irinli infeksiyon proses, bildiyimiz kimi kişi cinsi orqanı kiçik mikro qıvrım kanalcıqlardan ibarət olduğuna görə kiçik yaranmış vaxtı ilə olan iltihab həmin kanalcıqların daralmasına və spermatozoid hüceyrələrinin axınının və ya xaric olmasının pozulmasına gətirib çıxarda bilər. İkinci ən böyük səbəb kişilərdə spermanın aşağı düşməsinin ən böyük səbəbi kişilərdə toxum ciyəsi venalarında, ən çox da sol xayanın toxum ciyəsi venalarında olan damar genişlənməsidir. Beləliklə, ümumiyyətlə, bu kişi sonsuzluğunun mühüm bir hissəsini tutur. Damar genişlənməsi nəticəsində kişi cinsi orqan olan xayalarda qan dövranı pozulur. Xayanın temperaturu müəyyən qədər artır, çünki orada durğunluq prosesi yaranır. Normada xayanın temperaturu bədən temperaturundan aşağı olmalıdır və bu damar genişlənməsi xayada sperma hüceyrələrinin, spermatozoid hüceyrələrin əmələ gəlməsini pozur. Nəticədə sonsuzluğa qədər gətirib çıxarda bilər. Ona görə, əgər sizdə damar genişlənməsi varsa, bu müalicə olunmalıdır və ya əməliyyat olunmalıdır. Adətən varkosel əməliyyat olunur və olunduqdan sonra sperma faizində artım və irəliləyiş olur. Kişi spermasını aşağı salan növbəti səbəb xaya travmalardır. Vaxtı ilə keçirilmiş travmalar, xayaların zədələnməsi, şişməsi və xayalarda yaranmış aseptik, yəni mikrobla əlaqədar olmayan iltihab xayanın daxilində, qıvrım kanalcıqlarında sertoli hüceyrələri, yəni spermatozoid hüceyrəni əmələ gətirən hüceyrələr yerləşən yerdə yaranmış iltihab prosesi sonradan tıxanıqlığa, bu da öz növbəsində sonsuzluğa gətirib çıxarda bilər. Uşaqlarda bəzən biz aşkar edirik ki, uşaq doğulduqdan sonra, bir müddət sonra bəzən valideynlər aşkar edir, xayaların enməməsi, xayaların qasıq kanalında, hətta bəzən qarın boşluğunda qalması halına rast gəlinir. Bu, bir xayanın qarın boşluğunda ola bilər və hər iki xayanın qarın boşluğunda qalması ola bilər. Əgər belə bir hal varsa, mütləq həmin uşaq əməliyyat olunmalıdır, xayalar endirilməlidir yerinə və bu proses nə qədər tez olsa o qədər yaxşıdır. Çünki içəridə qalan xayanın qalma müddəti nə qədər çoxdursa, həmin xayanın gələcəkdə spermatozoid hüceyrəsi əmələ gətirmək şansı azdır və bu da həmin şəxsin sonsuz olmasına gətirib çıxarda bilir. Sperma keyfiyyətini aşağı salan müxtəlif faktorlar var. Bunlardan biri də xaya xərçəngidir. Xaya xərçəngi çox ciddi bir problemdir. Ümumiyyətlə, xayada olan hər hansı bir törəmə, xaya artımında olan hər hansı bir törəmə, hətta xoş xassəli törəmə, məsələn, xaya artımında biz tez-tez rast gəldik kiçik kistalara. Bunlar özü də spermatozoidlərin xaric olmasının qarşısını ala bilər, mexaniki problem yarada bilər. Ona görə də bu problemlərə də diqqət etmək lazımdır. Kişi sonsuzluğunun səbəblərindən biri də genetik pozuntudur. Belə ki, Y xromosomda olan dəyişikliklər, hətta müxtəlif genetik modifikasiyalar, spermatozoidin müxtəlif formada olması, məsələn, anormal spermatozoidlərin çox olması, buna müxtəlif faktorlar təsir göstərir, həmçinin genetik faktorlar təsir göstərir və həmçinin spermatozoid hüceyrəni sağlam vəziyyətdə gedib qadın yumurta hüceyrəsini mayalandırması üçün onun baş hissəsində hyaluronaza dediyimiz bir ferment var. O ferment qadın yumurta hüceyrəsinin qişasını əridir və spermatozoidin genetik materialını hüceyrənin içərisinə daxil olmasına kömək edir. Belə ki,
anormal vəziyyətlərdə və xromosom pozuntularında və genetik xəstəliklərdə genetik olaraq bəzi hallarda spermatozoid hüceyrəsinin baş hissəsində olan həmin hyaluronaza fermenti olmur və nəticədə o fermentin olmamasına baxmayaraq, olmamasının nəticəsində həmin deməli hüceyrələrin sayı çox da olsa, həmin hüceyrələr öz mayalandırma qabiliyyətini itirir və mayalandıra bilmir. Ona görə də bəzən belə xəstələr uzun müddət diaqnostika oluna bilmirlər. Bu proses də əgər varsa, bu prosesdə təbii ki, süni mayalanma üsulundan istifadə etmək məsləhətdir. İnfeksiyon faktorlar, cinsi yolla yoluxan infeksiyalar, keçirilmiş infeksiyalar, prostat vəzinin irinli iltihabı prosesi, prostat vəzi həmçinin toxum kisəciklərində və xaya artımlarında yaranmış irinli iltihabı prosesi, bu prosesin nəticəsində yaranmış iltihab və ya iltihabdan sonra qalan çapıqlaşmış, fibrozlaşmış toxumalar kişi cinsi sisteminin fəaliyyətini pozur, normada spermanın xaric olması pozulur, prostat vəzdə yaranmış fibroz proses vəzin öz funksiyasını yerinə yetirməsinin qarşısını alır. Məsələn, bəzən biz görürük ki, xəstələrdə prostat vəzinin 30-40%-nə qədəri fibroz prosesdən ibarətdir. Bu da həmin hissənin işləməməsi deməkdir. İşləmirsə, təbii ki, spermatozoid hüceyrələrini qoruyan lestin dənəcikləri və yağ cisimcikləri ifraz oluna bilmir. Hətta bəlkə həmin kişidə normal miqdarda spermatozoid xaric olursa, sperma hüceyrələri varsa belə, xaric olduqdan sonra onlar öz yaşamlarını itirirlər. Bu da həmin kişinin sonsuz olmasına gətirib çıxarda bilir. Kişilərin sonsuz olmasının bir səbəbi də antispermal antitel dediyimiz spermatozoidin özünə qarşı formalaşmış orqanizmdə olan immun cisimciklərdir. Əziz dostlar, orqanizm yaradılış olaraq ideal bir sistem deyil. Orqanizmdə kifayət qədər səhvlər var və bu səhvlərdən biri də hər hansı infeksiyon faktorunun təsirindən orqanizmin öz maye mühiti ilə kontaktının əmələ gəlməsidir. Deməli, xayalarda adətən hematotestikulyar faktor və hematotestikulyar baryer dediyimiz bir baryer var. Bu baryer o vaxt deməli, dağılır ki, orada irinli iltihabı və ya bilmədiyimiz iltihabı bir proses baş verir. O iltihabı prosesdən sonra hematotestikulyar baryer artıq orqanizmin öz mayesi ilə və qanla birbaşa əlaqədə olur. Nəticədə spermatozoid hüceyrələrə, bu dediyimiz faktorlardan başqa səbəblər də ola bilər təbii ki, spermatozoid hüceyrələrə qarşı antispermal autoantitellər əmələ gəlir və spermatozoid hüceyrənin normal əmələ gəlməsi, normal xaric olmasına baxmayaraq, həmin antitellər, anticisimlər həmin spermatozoid hüceyrəyə yapışıb, onu çökdürür və hərəkət etmə qabiliyyətini pozur. Bu da gələcəkdə həmin insanda sonsuzluğa gətirib çıxarda bilir. Normada bir insanın, bir kişinin normal spermasının əmələ gəlməsi həm sperma bioloji maye olaraq, həm də spermanın içində olan spermatozoid hüceyrələr olaraq insanın həyat tərzi normal olmalıdır. Bəzən görürsünüz ki, ətrafda belə bir müxtəlif insanlar müxtəlif məsləhətlər verirlər ki, immuniteti nə ilə qaldıraq və ya spermanı nə ilə qaldıraq. Spermanı qaldırmaq üçün olan üsulları biz fikirləşməkdən öncə fikirləşməliyik ki, spermatozoid hüceyrələri nə qədər aşağı düşüb və niyə aşağı düşüb. O aşağı düşmə səbəbini aradan qaldırmaq lazımdır. Aşağı düşmə səbəbini aradan qaldırdıqdan sonra biz müxtəlif üsullardan istifadə edib spermanın miqdarını və hüceyrələrin miqdarını daha da artırmaq yollarını istifadə edə bilərik. Ona görə də spermatozoidin miqdarının aşağı düşməsi üçün sizin normal həyat tərziniz olmalıdır. Normal həyat tərzi bir kişi üçün nədir? Mən indi onları sizə sadalayacağam. Əziz dostlar, yaxşı yuxu kifayət qədər, gecə saat 11-dən səhər saat 7-8-ə qədər yuxu olmalıdır. Yuxu qaranlıq otaqda və sakit vəziyyətdə olmalıdır. Çünki insan bəzən gecə 2 dəfə, 3 dəfə, 5 dəfə ayıla bilir. Əgər ayılırsa, bu yuxu pozuntusu deməkdir. Yuxu pozuntusu varsa, siz bu nevropatoloqa müraciət edib, həmin o pozuntunu aradan qaldırmalısınız. Bundan əlavə, gün ərzində bir insan kifayət qədər maye içməlidir. Əziz dostlar, biləsiniz ki, aşırı fiziki yüklənmə, yəni əgər siz ağır bir işlə məşğulsunuzsa gün ərzində, bu kişi spermasını salır. Həmçinin də güclü idmançılarda güclü məşq zamanı, məsələn, əgər idman zalında bir insan 3-4 saat dayanmadan idman edirsə və yüklənirsə, bu kişinin spermatozoidin miqdarını aşağı sala bilər. Bundan əlavə psixoloji yorulmalar,
həmçinin həyat tərzində zərərli vərdişlər, alkoqol, spirtli içkilər, siqaretin olması kişi spermatozoidini aşağı salır və spermatozoidlərin miqdarını azaldır. Toksiki maddələr burada çox önəmlidir. Bəzi toksiki maddələrlə işləyən insanlarda həmin o toksiki maddələrin buxarı onların tənəffüs yollarına gedir və ağciyərlər vasitəsilə qana sorulur. Həmin sorulan maddəyə birinci olaraq negativ vəzilər reaksiya verir. O vəzlərdən biri də xayalardır. Xayalar öz funksiyasını zəiflədir, nəticədə spermatozoidlərin miqdarı aşağı düşür. Əziz dostlar, sonsuzluqla bağlı bütün suallarınızı bizim kanala abunə olmaqla bizə verə bilərsiniz. Ətraflı məlumatlar üçün klinikamıza müraciət edə bilərsiniz.